Hörmətli tamaşaçılar, Bakıdan Qroznaya uçan təyyarənin Qəzzaya uğraması ilə bağlı bəzi detallar məlum olub. Təfərrüatları Rüstəm Mikayılzadə danışacaq. Azərbaycan hava yollarına məxsus J2 8243 nömrəli Bakı-Qrozno reysini yerinə yetirən Embraer 190 sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. ...62 sərnişin, 5-i ekipaj üzvü olmaqla təyyarədə ümumilikdə 67 nəfər olub. Hələlik ilkin məlumata görə qəza quş qatarı ilə toqquşma nəticəsində idarə etməni itirməz səbəbindən baş verib. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiya bildirir ki, ilkin versiyaya əsasən quş qatarı ilə toqquşmadan sonra təyyarənin göyərtəsində fövqəladə vəziyyətə görə nəqliyyat gəmisinin kapitanı alternativ aerodroma getmək qərarına gəlib. Alternativ aerodrom kimi Aktau seçilib. Hadisənin ilkin səbəbləri araşdırılır. Qəzaya uğrayan təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. İlkin məlumata görə onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 nəfər Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı olub. Qazaxıstan rəsmiləri və mediası qəzadan 29 nəfərin artıq xəstəxanaya çatdırıldığını bildirib. Hazırda ikisi uşaq olmaqla 29 nəfər xəstəxanaya yerləşdirilib, xilas etmə əməliyyatları davam edir. Astananın komanda mərkəzində və Mangistau vilayətinin Fövqəladə Hallar Departamentində qaynar xəttlər fəaliyyət göstərir. Onlara 296 müraciət daxil olub. Ölən və xəsarət alanların siyahıları yenilənir. Təyyarənin qəzaya uğraması ilə hər iki pilot həlak olub. Təyyarədə 5 ekipaj üzvü olub. Şnyakin İqor, Kalyaninov Aleksandr, Əliyeva Hökümə, Əsədov Zülfüqar və Rəhimli Aydan. Hadisə ilə əlaqədar Azərbaycan Hava Yolları qaynar xətlər yaratıb. Bakı-Qrozno reysində olan sərnişinlərin ailə üzvləri +994 12 504 82 80, +994 12 504 82 02, +994 12 504 82 03 nömrələri ilə əlaqə saxlaya bilərlər. Azərbaycanın Aktau şəhərindəki başkonsulluğu üçün isə +7 708 712 70 16 nömrəsi fəaliyyət göstərir. Eyni zamanda Qazaxıstan Fövqəladə Hallar Nazirliyi də qəzada xəsarət alanlar və həlak olanlar barədə məlumat əldə etmək üçün +7 717 255 96 21, +7 729 231 90 91 qaynar xətlərini yaradıb.